evlənmək istəyən gənc sevdiyinin 8 mart ad günü, xına yaxdı, toy xərci falan filan o pula xərclədiyini sifariş verəcək ki, mənə sarışın, göy göz, dalı qabağı bu razmerdə, bu boyda, bu çəkidə robot həyat yoldaşı xanım göndərir və pulunu göndərir. Sonra da gedib poçtdan robot həyat yoldaşını götürəcək. Qadınlar da həmçinin. Filan boy, filan yaraşıq, filan rəng, filan çəkili kişi həyat yoldaşını tutalım, trend yolla sifariş edəcək. Hər kəs 3 yaşlı, 10 yaşlı övlad üçün robot uşaq sifariş edəcək. Heç kəs normal insanla evlənməyəcək. Bunun da yaxşı tərəfləri də var, pis tərəfləri də. Bir tərəfdən kişilərə sərf edəcək. Gecə saat 4-də durub robot həyat yoldaşını durğuzacaqsan ki, dur mənə yemək gətir, çay gətir, ayaqlarımı yox, robot deyəcək baş üstə. Daha indiki kimi, burnuvun deşiyindən gəlsin, gecə saat 4-də yemək olar. Cəhənnəm ol, get soyuducudan götür, nə istəyirsən zəhərlən də, deməyəcək. Gedib restoranda dostlarla yeyib içəndə, indiki arvadlar kimi deməyəcək. Görüntülü yığ görüm haralardasan. Və ya avtomobilin dal, arxa ehtiyat təkərlərin arasından levi, əlavə telefon axtarmayacaq. Ağzını açan kimi, kişi qudurma ha, boşanaram, bu 2 uşağın da alimentini sənə yükləyib, səni dilənçi kökünə qoyaram ha, söhbəti olmayacaq. Robot qadına bunların dəxli yoxdur, kef elə getsin. Amma pis tərəfi odur ki, normal kişi və qadınlara ehtiyac olmayacaq və robot qadınlar və robot kişilər uşaq dünyaya gətirə bilmədikləri üçün yavaş-yavaş normal insanlar evlənə bilmədikləri üçün insanların nəsli kəsiləcək. Dünyada insan olmayacaq. Çıxışım əlbəttə sarkazmdır və ona görə də evdə arvad dığdıqlarına fikir verməyin. Qurban olum arvadların dığdığına da, arvadın evdən küsüb getməyinə də, qısqanmağına da, görüntülü zəng tələbinə də, evdə kişinin telefonunu gizlicə qurdalamağına da və s.